pul var, xoşbəxtlik yoxdur. Xoşbəxtlik var, pul yoxdur. Bunların hamısını toplayırıq. Toplayandan sonra qərar vermiş oluruq ki, sən deməmiş bütün göstəricilər pul üzərindən deyil, xoşbəxtlik üzərindən. Yəni mən nəticə etibarilə xoşbəxtliyim var, amma pulum yoxdursa, xoşbəxtəm. Pulum varsa xoşbəxt deyiləmsə, Yenə olanda da olmayacaq. Məntiq buna gətirib çıxarır. Amma emosional səviyyədə qərar vermiş olsam, təbii olaraq pulun varsa o olacaq, bu olacaq, artıq işə nələr düşür. Pul ilə əldə edə biləcəyin təxəyyül, fikirlər səhv qərar verməyə gətirib çıxara bilər. O səbəbdən sürətli şəkildə qərar verilməsi üçün mütləq şəkildə emosiyalar yaxşıdır. Yekun olaraq qərar mütləq şəkildə analitik olmalıdır. Analitik düşüncə tərzinə əsaslanaraq hesablama nəticəsində verilən bir qərar olmalıdır.